Biz uşaqların, biz gələn nəsillərin dilini tapmalıyıq. Biz istəyirik ki, onlar bizim 50 yaşında öyrəndiyimizi 15 yaşında bilsinlər. Və bilmədikləri üçün onları incidirik. Onları zorlayırıq, onları baskı edirik. Və o eləməyəndə deyirəm, sən tərbiyəsizsən, sən niyə eləmədin? Tərbiyə etdiyimiz insanın dilini bilmirik və tərbiyə dilini dəyişə bilmirik. Bütün dəyər normalarına baxın, sevgidir, fədakarlıqdır, şəfqətdir, ictimai və daha doğrusu kollektiv fəaliyyət ifadə edir. Məsələn, sevmək üçün kimsə olmalıdır. Egoist insanlar sevə bilmirlər. Sən istəyirlər ki, onu sevsinlər. Egoist insanlar dostluq eləyə bilmirlər. Deyir ki, o gəlib mənimlə dostluq eləsin, narsist adam. Amma biz şuuru ilə böyüyən insan, biz olmağı öyrənən insan, ondan çox yaxşı həyat yoldaşı çıxır. Ondan çox yaxşı dost çıxır. Yəni özünü məhdudlaşdıran adamdır da. Özünü məhdudlaşdırmır, başqalarını nəzərə alır. Məsələn, modern qərbdə mən mərkəzli dünya görüşü hakimdir. Məsələn. Elə deyil, razı deyiləm. Evladına belə sərhədsiz fədakarlıq yanlışa gətirib çıxarır. Ən doğma adam. Çünki sərhədsiz fədakarlıq qarşıdakı insanı egoistləşdirir, ərköyünləşdirir, səni dəyərsizləşdirir, sən ona o qədər əl çatan və fəhlə kimi gəlirsənsə ona, xidmətçi kimi gəlirsən. Yox, fədakarlıq bu mənada o uşağın korluğunu dəstəkləmək demək deyil axı. Adam sizi görmürsə, mən də öz uşağımdan ötürü məsəl üçün gözümün yağını verirəmsə ona, o da bunu görmürsə, bunu durdurmaq lazımdır. Hə. Fədakarlıq bir şəxsin digər şəxsə qarşı özünü unudaraq onun üçün yaşamasıdır. Fədakarlıq şuurlu bir proses deyil. İşdən gələrək etdiyin və etdikdən sonra düşündüyün bir haldır. Və bunu hər adam bacarmır. Salam əziz Amin izləyiciləri. Bugün studiyamızda iki maraqlı qonaq var. Yazıcı və jurnalist Aysel Əlizadə və ilahiyyatçı, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov. Xoş gəlmisiniz bu arada. Xoş gördük. Bugün biz dəyərlər haqqında danışacağıq. Müasirlik və ənənə kontekstində. Dəyərlərsiz cəmiyyətin kimliyi yoxdur. Dəyərlər cəmiyyəti formalaşdırır, insanların özünü formalaşdırır. Son nəticədə bu bir ideolojik məsələdir. Həm də xoşbaxtlıq anlayışı da onun içinə daxildir, həyat amalı da onun içinə daxildir. Amma bəzən son vaxtlar bu dəyərlərin təftişi ilə bağlı səslər də çox səslənir və ona görə bu mövzunu bir daha müzakirə etmək istədik sizinlə. Aysel xanım, sizdən başlayaq. Tez-tez məsələn eşidirik ki, deyirlər dəyərlər bizim azadlığımızı məhdudlaşdırır, hardasa əl-qolumuzu bağlayır. Siz necə yanaşırsınız buna? Dəyərlər demirlər. Ənənəvi dəyərlər. Klişelər məhdudlaşdırır, cəmiyyətin standartları məhdudlaşdırır. Adamına baxır. Yəni insanın azadlıq hissi böyükdürsə və onun özünün, axı dəyərlər təkcə ümumi deyil, fərdi dəyərlər də var. Bir var, məsəl üçün, beynəlxalq dəyərlər, beynəlxalq hüququn müəyyənləşdirdiyi, müasir hüququn, demokratiya, insan ləyaqəti, insan yaşamı, yaşam toxunulmazlığı, məsələn, ilk dördlükdə, üçlükdə nədir? İnsanın yaşamaq hüququ, kimsə onu həyatdan məhrum edə bilməz. Niyə edam hökmünü ləğv etdilər? Bir çox ölkələr bu proses. Çünki bu bir dəyərə çevrildi, beynəlxalq yaşamaq hüququ və dedilər ki, dövlət nə qədər hüquqi olur olsun, onun ixtiyarı yoxdur kimisə həyatından məhrum etsin. Dövlət ona can verməyib. Dövlət onu cəzalandıra bilər, ömürlük həbsdə saxlaya bilər. Beynəlxalq hüquq. Bir var estetik dəyərlər, tarixi aşıb gəlmiş. Necə görünməlidir? Məsələn, insan idman etməlidir, estetik görüntü, gözəlliyi qorunmalıdır. Məsəl üçün deyirəm də, zibilləməməlidir küçəni. Hər şeydə bu estetika, ümumi təbiətə ziyan verməməlidir. Mədəniyyət nümunələri nədir? Estetik dəyərlərdir. Musiqi, rəssamlıq. Bunlar tarixi aşamadan keçib yaşayır. Bir də hər cəmiyyətin özünün dəyərləri, Azərbaycanlı üçün dəyər ola bilər ki, məsəl üçün bir Britaniyalı üçün deyil və ya əksinə və ya ümumi dəyərlər, dediyimiz kimi beynəlxalq, bütün insanlıq üçün. Bir də fərdi dəyərləri var insanın. Sənin üçün dəyər ola bilən, başqası üçün olmaya bilər.
hamı üçün dəyər ola bilən mənim azadlığıma mane ola bilər. Məsələn, hamı düşünə bilər ki, məsəl üçün klişedir. Standartlar var, müəyyənləşir. Tutaq ki də, dəyər deyəndə biz belə mifdən danışmırıq, utopiyadan danışmırıq. Dəyər real hadisədir də, real gözlə görünən, anladığımız şey. Anlayış. Hə, məsələn, uşaq 10 il oxumalıdır, 11 il oxumalıdır. 11 ildən sonra 12-ci il universitetə qəbul olmalıdır. O 4 il oxumalıdır. Sonra biz onun müəyyənləşdiririk həyat tərzini. Bu bizim artıq dəyər sistemimizə daxil olub da qaydadır. Hə. Məsələn, bir uşaq deyə bilər ki, mən 2 il vaxt götürmək istəyirəm, düşünmək üçün hara qəbul olum? Onun azadlığı imkan verdiniz və bizim yaratdığımız sistemə girmir onun azadlığı. Bizim ailə dəyərimiz, bizim standartlarımız, onun standartları, onun mənəvi, ruhani durumu ilə üst-üstə düşmür. Yeniyetmələrin gənclərin arasında çoxalıb evdən getmək. Çünki niyə? Biz öz standartlarımızla, klişələrimizlə yoruruq onları. Biz öz oturuşmuş, kök salmış və tərpətmək istəmədiyimiz o standartlarla və orada çatışma başlayır. Fərdi dəyər dediyim məsələ budur. Bəzən adam çıxıb getmək istəyir, sonuçta çıxır da gedir. Dəyərlər də anası atası istəyir ki, qoymasın bunu getsin də. Dəyərlər bəlkə onu qorumaq üçündür. Məsələn, siz deyirsiniz ki, 18 yaşında otursun, fikirləşsin ki, və ya 16 yaşında ki, mənə 1-2 il verin, mən fikirləşim. Mənə yaxşı ki, vaxt vermədilər. Heç bir məsələdə fikirləşməyə, həyat öz axarı ilə getdi. Çünki özümü anlamağa 50 yaşında başladım. Hələ vaxt lazımdır. O vaxta qədər mən o qədər özüm başıma oyun açardım ki, ona görə bəzən böyüklərin bizə aşıladığı ki, dəyərlər var ki, belə eləyin, indi anlamasan da bunu belə elə. Bu da sənin özünü qorumaq üçündür. Bu tərəfi. Biz onu nə şəkildə edirik? Məsələ ondadır. Biz məsələn, əlbəttə ki, hər bir valideyn istəyir ki, uşağını qorusun. Kimdən qorusun? Uşaqlardan deyil, böyüklərdən. Çünki uşaq böyüklərin nə qədər təhlükəli ola biləcəyini bilmir. Böyüklər o qədər təhlükəlidir və o qədər ziyan vura bilərlər ki, uşaqlara. Çöldə, bacada manyaklar, pedofillər, onlar, bunlar. Düzdür, biz onları kimlə qoyuruq? Öz yaşıdlarımızdan, öz cəmiyyətimizdən. Uşaqlar öz cəmiyyətlərində xoşbəxtdirlər. Və biz bəzən onları qoruya-qoruya, əksinə onlara göstərdiyimiz o təzyiqlə, baskı ilə ki, uşağın dünyasında bu belədir. Çünki o bilmir axı biz nə qədər təhlükəliyik. Onu bilmək üçün 50 yaşınızda öyrənmişsiniz, mən də. Yəni müəyyən yaş keçəndən sonra başa düşmüşəm ki, o səhvləri etməyə bilərdim. Amma valideyn səni necə qoruya bilər? Sənin yerində yaşaya bilərmi? Yox. Alternativ nədir? Biz uşaqların, biz gələn nəsillərin dilini tapmalıyıq. Biz istəyirik ki, onlar bizim 50 yaşında öyrəndiyimizi 15 yaşında bilsinlər. Və bilmədikləri üçün onları incidirik. Onları zorlayırıq, onları baskı edirik. Mən 50-40 yaşımda, 35 yaşımda öyrəndiyimi 10 yaşında uşağımdan gözləyirəm. Və o eləməyəndə deyirəm, sən tərbiyəsizsən, sən niyə eləmə? Biz bunu bütün uşaqlar dilini dəyişə bilmirik. Tərbiyə etdiyimiz insanın dilini bilmirik və tərbiyə dilini dəyişə bilmirik. Çünki ağıl öyrətmə modumuz var. Ona görə də uşaqlar məsələn boğulurlar, axtarışda yorulurlar və eyni səhvləri bütün nəsillər eləyir. Və mən uşağıma indi şans vermirəm öyrənsin, o gəlir 50 yaşında öyrənməli olur. O 2 il izah eləyə bilən, biz o şansı alırıq. Biz burada xüsusi hallar var, bir də ümumi dəyərlər məsələsi. Elifsal müəllim, Aysel xanım çox böyük məsələlər qaldırdı. Siz nə fikirləşirsiniz? Fikrimcə burada biz əvvəlcə baxmalıyıq ki, dəyər nə olan şeydir. Dəyər bir neçə sahə tərəfindən öyrənilir. Psixologiya tərəfindən öyrənilir, sosiologiya tərəfindən öyrənilir. Aksiologiya, yəni dəyərləri öyrənən elm tərəfindən öyrənilir. Fəlsəfə də müəyyən qədər dəyərlərlə məşğul olur. Amma bu vaxta qədər dəyərlərin konkret tərifini heç kəs verə bilməyib. Çünki dəyərlər hər şeydən əvvəl mücərrəd məfhumdur. Bayaq Aysel xanım hüququn meydana gətirdiyi dəyərlərdən danışdı. Bu dəyərlər olmaqdan daha çox normalardır. Dəyərlər normalardır. Amma bir dəyər tərəfi də var da. Məsələn, dəyər tərəfi ola bilər. Həyatına qıymaq olmaz. Bu adam bəlkə bir seriya qatilidir. Bir 15 dənə adam öldürübdür, amma bunu öldürmək olmaz. Onu öldürmək olmaz, hüquqdur. Fəlsəfi məsələ. Ortaya qoyulan bir normadır. Amma insan canının toxunulmazlığı bir dəyərdir. Bunlar ayrı-ayrı anlayışlardır. Ümumiyyətlə, hər birimiz, insan oğlunun həyatdakı əsas məqsədi həyatını daha mənalı, daha ali, daha mənəvi və əxlaqi hala gətirmək olmalıdır.
Bu baxımdan hər kəs öz həyatının sahibidir. Hər kəs öz həyatını formalaşdırmaqda sərbəstdir. Bu baxımdan biz həyatımızın mühəndisiyik, yaxud memarıyıq. Əgər biz həyatımıza məna qatmaq, onu daha mənalı, daha ali səviyyəyə daşımaq istəyiriksə, biz intellektual inkişafa əhəmiyyət verdiyimiz kimi mənəvi inkişafa da bu qədər əhəmiyyət verməliyik. Və söhbət burada mənəvi dəyərlərdən gedir. Bugün bəşəriyyətdə ən çox modernizmin, qlobal proseslərin hədəf aldığı mənəvi dəyərlərdir. Məsələn, iqtisadi dəyərlər şəkil dəyişir. Yarlıqlarını dəyişirlər, başqa formada təqdim edirlər. Forma dəyişir. Amma əsas mənəvi dəyərlərdir. Mənəvi dəyərlərə istinad etmədən həyatda məna axtarışına çıxmaq, yaxud mənən təkmilləşmək haqqında düşünmək, oyuna 1-0 məğlubiyyətlə başlamağa bənzəyir. Üstəlik, baxaq görə bu mənəvi dəyər dediyimiz şey nədir? Mümkün qədər mən izah verməyə çalışacağım. Amma mənim fikrim də mümkündür ki, etirazla qarşılansın. Dəyərlər, mənəvi dəyərlər elə nümunə, misal, yaxud qaydalardır ki, insan həyatı onun üzərində qurulmuşdur. Onunla formalaşır və onunla tənzimlənir. Bu baxımdan dəyərlər həm də meyarlardır, normalardır. O meyarlar, o normalar ki, biz yaxşının yaxud pisin nə olduğunu bu normalar, bu meyarlar əsasında müəyyənləşdiririk. Yəni, bizim yaxşıya və pisə dair təsəvvürlərimiz məhz mənəvi dəyərlərə əsaslanan normalar əsasında formalaşır. Bu baxımdan dəyərlər təkcə insanlar arasındakı sosial mənəvi münasibətlərə istiqamət verən bünövrə deyil. O həm də insan həyatına məna qatan cövhərdir. İnsan varlığının əsasıdır dəyərlər. Biz kimə şəxsiyyət deyə bilərik? Biz o adama şəxsiyyət deyə bilərik ki, onun mənəviyyatı daha ağır basır. Biz o kəsi şəxsiyyət adlandıra bilərik ki, onda biz mənəvi cəhətdən kamilliyin, zirvəyə çatmanın şahidi oluruq. O mənəvi cəhətdən insanlara nümunədir. Bu həqiqi şəxsiyyətdir. İnsan yaxşı lider ola bilər, yaxşı mütəxəssis ola bilər. Amma hər yaxşı lideri, hər yaxşı mütəxəssisi biz şəxsiyyət adlandırmırıq. Şəxsiyyətin əsas komponenti insanın kimliyi və şəxsiyyətidir. Şəxsiyyəti mənəviyyatdan ayırmaq, insanın mahiyyətdən ayırmaq deməkdir. Bununla yanaşı, biz mədəniyyətlə də mənəvi dəyərlərin bir vəhdətdə götürməyə çalışmalıyıq. Məsələn, mənəvi dəyərlər yoxdursa, bu baxımdan mədəni insan yoxdur. Mədəni insan yoxdursa, mənəviyyatı əsas götürən mədəniyyət yoxdur. Bəs mədəni insan kimdir? Mədəni insan başqa insanlara, təbiətə, canlılara, hər şeyə insani münasibət bəsləməyi bacaran insandır, haqqa əməl edən insandır, əxlaqlı davranmağı bacaran insandır. Əlbəttə, mən iddia etmirəm ki, mədəniyyət bütünlükdə mənəvidir, onun maddi tərəfi də var. Amma o mədəniyyətlər ki, mənəviyyatdan uzaqlaşdılar, tənəzzül onların qapısını döydü. Bütün mədəniyyətlər insan amilini bir kənara qoyaraq, insana mənəvi olaraq baxmaqdan kənara çəkilərək, əsas maddi maraqları, gəliri, bunu əsas götürdüyü zaman o mədəniyyətlərin tənəzzülü başlayır. Mənəvi dəyərlər elə bir şeydir ki, istər-istəməz biz həyatımızın müəyyən dövründə onun əhəmiyyətini başa düşməyə çalışırıq. Məsələn, böyüyə hörmət, bu bir dəyərdir. Məsələn, modern hüquqla bu tənzimlənmir. Məsələn, kimsə kimisə gedərək qatarda, yaxud ictimai nəqliyyatda sən bu böyüyə niyə yer vermirsən deyə onu məsuliyyətə cəlb eləyə bilməz. Amma deyə bilər, təyin edir. O başqa məsuliyyətə cəlb eləyə bilməz. Yəni, hüquq bunu tənzimləmir. Bunu tənzimləyən dəyərlər. Məsələn, gənclik elə bir mərhələdir ki, insanlar bu mərhələdə məhdudlaşdıran, tənzimləyən, çərçivəyə salan mənəvi dəyərlərə gənclik həmişə qarşı çıxır. Amma özü 40-50 yaşına çatanda, ona kimsə yer verməyəndə, o mənəvi dəyərləri müdafiə eləməyə başlayır. Məndə belə deyil. Mənə yer verməyəndə narahat olmuram. O kompleksim yoxdur ki. Çünki bir də yaşımı yaşlanma kimi qəbul etmirəm. Bax, bu başqa.
Məsələn, bir dostum Kanadada bir yaşlı qadına yer vermişdi. Biz Azərbaycanda belə öyrəşmişik. O qadın əsəbləşdi və akrobatik hərəkətlər eləməyə başladı ki, mənim yaşımı üzümə vurursan, tərbiyəsiz. Bildiniz, dəyər necə Yaş dəyişdi? bəyəm ayıb bir şey. Dəyişdi necə? Yəni sən mənə yaşlı deyirsən, ayaq üstə dayana bilmirsən, gəl otur deyirsən. Bildiniz, üzümə vurursan ki, sən ayaq üstə dayana bilmirsən. Mən gör necə sağlam qadınam, akrobatik hərəkətlər. Bildiniz, dəyər necə dəyişdi? Məsələn, bu Məsələn, dəyər ortada deyil. bir A6 rəqəmi var. Bəli, Sizin üçün 9-dur. Bəli. Mənim üçün 6-dır. Onun altına nöqtə qoyurlar, bəlirləyirlər ki, bu 6-dır yoxsa 9-dur. Biz necə? Biz mütləq o nöqtəni qoymaya çalışırıq. Çünki niyə? Biz mütləq dəyər seçirik. Sizin mütləq Məsələn, dəyər düşünürəm ki, o dəyər deyil, o insana baxışdır. Məsələn, dəyərlər biz olmağı öyrədir. Bütün dəyər normalarına baxın, sevgidir, fədakarlıqdır, şəfqətdir, ictimai və daha doğrusu kollektiv fəaliyyət ifadə edir. Məsələn, sevmək üçün kimsə olmalıdır. Egoist insanlar sevə bilmirlər. Məsələn, istəyirlər ki, onu sevsinlər. Egoist insanlar dostluq eləyə bilmirlər. Deyir ki, o gəlib mənimlə dostluq eləsin, narsist adam. Amma biz şuuru ilə böyüyən insan, biz şuuru ilə, biz olmağı öyrənən insan, ondan çox yaxşı həyat yoldaşı çıxır. Ondan çox yaxşı dost çıxır. Yəni özünü məhdudlaşdıran adam da. Özünü məhdudlaşdırmır, başqalarını nəzərə alır. Məsələn, modern qərbdə mən mərkəzli dünya görüşü hakimdir. Məsələn, Elə deyil, razı deyiləm. icazənizlə Buyurun, tamamlayım. buyurun. Məsələn, fərdin xoşbəxtliyi, fərdin azadlığı, məsələn, liberalizm niyə meydana çıxdı? Birinci iqtisadi münasibətlər üzərindən çıxdı. Daha sonra dedi ki, dövlət ümumiyyətlə iqtisadi münasibətlərə müdaxilə eləyə bilməz. Sonra bu siyasi nəyə gəldi və ən axırda gəldi aksiyoloji sahəyə. Ümumiyyətlə dövlət mənim heç bir şeyimə qarışa bilməz. Amma yəni mərkəzi hakimiyyəti zəiflətmək olmaz. Fərdlər heç vaxt dövləti yaxud cəmiyyəti idarə edə bilməzlər. Burada bir sistem olmalıdır. Dövlətin əhəmiyyətini başa düşmək lazımdır. Bayaq dedim ki, mənəvi dəyərləri əmələ gətirən normalar kollektiv fəaliyyəti. Biz nədir o? Məsələn, fədakarlıq. Bir və ya bir neçə insan qarşısında meydana çıxan bir haldır. Məsələn, fədakar olan insanlar biz deyə düşünə bilirlər, ailədə biz deyə tərbiyə olunan insanlar fədakar ola bilirlər. Şəhidlər də belədir. Yəni, öz mənliyini, ümumi mənliyin fonunda unuda bilən insanlar daha xoşbəxtdirlər. Düzdür, modern qərb bizə başqa şey öyrədir. Deyir ki, əsas sənin fərdi xoşbəxtliyindir. Sənin üçün maraqlı deyil kim bədbəxtdir kim. Sən özün xoşbəxtsənsə bu məsələdə, əsas sənsən. Amma unutmaq olmaz, insan sosial varlıqdır. İnsanın xoşbəxt olmaq üçün onun kiməsə ehtiyacı var. Kiminləsə ünsiyyət qurmalıdır, kiminləsə evlənməlidir, kiminləsə söhbət eləməlidir, dost olmalıdır. Bu gündəlik, spontan söhbət olmamalıdır. Bu bəzən dəyərlərin birləşdirdiyi, dünya görüşünün birləşdirdiyi bir söhbət, yəni dost olmalıdır mənim qabağımda. Və bir daha deyirəm ki, biz şuuru ilə böyüyən insanlar yaxşı qonşu olurlar, yaxşı dost olurlar, yaxşı həyat yoldaşı olurlar. Çünki dəyərlər biz mərkəzli dünya görüşünü aşılayır. Tək mən mərkəzli, fərdiyyətçilik üzərindən bir dünyada yaşayırıq. Aysel xanım, əslində siz birinci girişinizdə də bunu xatırladınız, bu böyüklərdən gələn təhlükə. Bu, indi nəsillər arasındakı qopuqluq çox gözə dəyir də. Ağsaqqallıq institutunun özünün sarsılması ki, bu bizim dəyərimiz idi. Və indi qocalıq, örnək çəkdiniz ki, məsələn, qadın qocalığını boynuna almır, sanki qocalmaq, ağsaqqal olmaq özü diskriminativ bir şeydir. Bəli, yaşlılara qarşı bir diskriminasiya var. Diskriminasiya var, amma yaşlılıq özü diskriminativ bir durumdurmu ki? Yaşlılıq diskriminativ durum deyil. Yenə də bizim klişelərə gəlib çıxırıq. Çünki gənclik estetika sayılır. Bu bizə də belədir. Yaşlılıq da müdriklük sayılır. Yaşlılıq müdriklik bilirsiniz necə formal müdriklik sayılır. Yəni mahiyyətində formal. Çünki hər yaşlı adam müdrik deyil axı. Amma hər gənc adam mütləq gəncdir. Hər gənc adam əla dediniz. Hər gənc adam mütləq gəncdir. Amma hərdən bir müdriklər də olur. Bəzən gənclərin içində də müdriklər olur. O Tolstoy deyirdi ki, 29 yaşlı ağsaqqal girdi içəri. Əsərlərinin birində belə bir cümlə var. Və bayaq mən mərkəzlikdən danışdıq. Mən mərkəz deyil, o insan mərkəzdir. Çünki bütün tarixi gedişatlar Ellinizmdən, nə bilim, qədim Yunan fəlsəfəsindən hardan baxsaz gəlib çıxır
o yerə ki, İkinci Dünya Savaşında bəşəriyyət oturub fikirləşir ki, niyə insan bu qədər zülm çəkir? BMT o zaman yaranır. Niyə insanın həyatının dəyəri yoxdur? Niyə bir ölkə başqa bir ölkəyə hücum çəkə bilir, öldürə bilir? Heç vaxt uşaq hüquqları müzakirə olunmurdu. İlk dəfə hüquq səviyyəsində uşaq hüquqları. Gülən Adam əsərində nə yazır? Uşaqları qəliblərə salırlar, onları eybəcərləşdirirlər və sonra insanlar ona gülür. Görün, uşaqlar hardan ara gəlib. Bugün beynəlxalq konvensiyası var uşağı müdafiə edən və məktəbli bilir ki, onun hüququ var və dünya bunu qoruyur. Azərbaycan da ora qoşulub. Niyə qoşulub? Azərbaycan təhsil sistemində niyə uşaqlara qəddarlıq qadağan olunub, təhqir qadağan olunub, alçatma, döymə qadağan olunub? Çünki dəyər gəlir təhsilə. Biz bunu oturuşana qədər liberal dəyər deyirsiniz. Hər bir nəzəriyyənin qüsurları var. Dinin də qüsurları var, mənəviyyatın da, liberalizm də, demokratiyanın da, avtokratiyanın da, hər şey, amma müsbət tərəfini də tapa bilərik. Liberalizm inkişaf eləyə-eləyə bugün müzakirə olunur ki, biz hara gedir, amma o qədər fayda verdi ki, bəşəriyyətə. Paralelində bəli, qüsurları da oldu. Çünki bu hazır bir sistem deyildi götürüb tətbiq olunan. Bu tarixin süzgəcindən keçə-keçə yanlışlar edə-edə. Amma ortaya bir insan faktoru qoyuldu. İnsan, haqq, hüquq, yaşamaq, ləyaqət, toxunulmazlığı, beynəlxalq dəyərdir, ləyaqət toxunulmazlığı. Böhtan ata bilməzsən, şəxsi həyat toxunulma, beynəlxalq dəyərdir. Ona qədər bizim dəyərlərimiz deyən bütün cəmiyyətlər ləyaqətə toxuna bilirdilər. Dedikodu ilə məşğul ola bilirdilər. O ağsaqqallıq universiteti... Ağsaqqalın ağsaqqallığını qorumaq, onun ləyaqətini qorumaq demək deyildir. Yox, mən başqa şeydən... Baxın, mental cəmiyyətlər var idi. Avropa ən mental cəmiyyət olub. O qədər mühafizə ediblər insanların özəlini, qadınları, imkan verməyiblər adamlar düşünə bilsin, yaşaya bilsin, seçə bilsin. Niyə orada yaranır? Çünki orada o qəddarlıq olub və orada onun çarəsi tapılıb. Nəyi demək istəyirəm? Bütün bu mühafizə sisteminin içində, mentalitetin içində dedikodu adi hal olub. Başqasının şəxsi həyatını müzakirə eləmək adi hal olub. Mühafizəkar sayılan cəmiyyət həm də qonşusunun evinə burun soxub. İndi o qonşunun evinə burun soxma hüquqi qadağadır. Böhtan, başqasının şəxsi həyatını ictimailəşdirmək. Çünki elm gəlib. Hüquq nədir? Elm. Elmləşib artıq, dəyərləşib. Olmaz. Böhtan atmaq, ləyaqətinə toxunmaq, insanı alçaltmaq, təhqir etmək olmaz. Məhkəmə qarşısında cavab verəcəksən. Çünki bu elmdir. Məhkəmə özü elmdir. Və nə demək istəyirəm? İnsan gəlib, mən yox. Və orada insan, nə deyirlər? Carl Jung nə deyir? Sən özünü hiss etmədən, siz deyirsiniz biz, mən hiss olmayan adam biz ola bilməz. Biz məni ixtisara salmır. Eyni zamanda biz olaraq düşünmək, insan mərkəzli düşünməmək mənasına gəlir. Biz düşünənlər də insandır. Yəni, Aysel xanım, icazə varsa bir müdaxilə edəyəm. Bir dənə cümləmi bitirim. Yəni, o biz mənə görə və hüquqa görə belədir. Konstitusiyada deyir, sən şəxssən, sən kimliksən, sən adamsan. Hətta həyat yoldaşının ixtiyarı yoxdur səni alçatsın. Anavın, atavın ixtiyarı yoxdur. Bugün uşağını alçaldan, döyən adamları Ailə Komitəsi, icra hakimiyyətləri çək-çevirə çəkirlər. Niyə? Çünki o uşaq o qədər travma alır və o qədər zəhərlənir. O qədər içində aqresiya yığılır. O gəlir mənə, sizə, ona, o birisinə tökür onu. O işlədiyi yerdə terrorla məşğul olur. O əgər hakimdirsə ədalətli qərar verə bilmir, uşaqlıq travması qoymur. İzah eləyə biləm. Müəllimdirsə gəlir sinifə bütün gün uşaqlara zəhər ötürür. Öz ağrısını daşıyır. Ona görə olmaz deyir hüquq. Və mən bugün internatlara gedirəm. Orada atalı, analı uşaqlar kimsəsizdir. Nə üçün? Çünki... İndi çox maraqlıdır. Onlar travma görmürlər də. Ata-ana travması görmürlər. Onlar da başqa travma görürlər. Ona da indi keçəcəyik. Atasızlıq, anasızlıq travması. Var olanın yoxluğu daha böyük ağrı verir də. Bilirsiniz, nə demək istəyirəm? Yəni, sən əvvəlcə, mən onlarla görüşəndə deyirəm ki, bilirsiniz necə? Kimsəsiz adamın, o ata-ana tutunacağı olmayan, ailəsi bizi olmayan adamın mənə ehtiyacı var. Mən onlara deyirəm ki, siz özünüzə söykənin. Siz özünə söykənən adam kimsədən ummayan,
ümid ummayan adam güclü olur və bacarır. Mənə görə ana müqəddəs ola bilər, amma o anadan o qədər travma, onun ana müqəddəsliyi yoxdur. O qədər dəyər dəyişə bilir, o 6-9-a çevrilə bilir. Və mən hissi o insan mərkəzli dünyada özünə sevgi, özünə qıymadığını artıq qıya bilmirsən, biz ola bilirsən. Özünə yaraşdırmadığını artıq ona biz ola bilirsən. Sevgi dəyərə çevriləndə sənin üçün sən onu verə bilirsən, sən sevgini tanıyanda bağışlaya bilirsən. Dini dəyərlərin özündə də məsələ başqasının dediqodusunu yapmamaq özəl olaraq altı çizilmiş şeylərdir. Mən ona müdaxilə edirəm. Nəinki dini dəyərlərdə, ümumiyyətlə hətta dini əsası olmayan mənəvi dəyərlərdə də deməli insanlara bunu qadağan edən mənəvi normalar var. Baxın, hüquq kənardan məhdudlaşdırır. Hüququn qüvvəsi zəifləyən kimi o insanlar başlayacaqlar dedikodu eləməyə, bir-birini incitməyə. Əslində əxlaqi təməli olmayanda hüquq da boşda qalır. Sosial psixologiyada iki anlayış var. Internal stopper, yəni daxildən əngəlləyici, var eksternal stopper, yəni kənardan əngəlləyici. Hüquq kənardan əngəlləyir. Amma bizə lazımdır ki, hüquq oldu-olmadı, mənə nəzarət oldu-olmadı, daxildən gələn bir istəklə mən pis insan olmuyum. Bax, o mənəvi cəhətdən kamilləşməyi təmin edən o mənəvi dəyərlərdir. Yəni, bizə əsas lazım olan nədir? Heç kimə nəzarət olmadan o insanlar dürüst olsunlar. Məsələn, bugün hər yerdə nəzarət kameraları var. Görəsən, nəzarət kameralarına nəzarət edən özünə də kamera qoyublarmı? Əgər o dürüst adam deyilsə. Sualı bu cürdə. Amma bu insanın insandan şübhələnməsidir. İnsanın insana güvənməməsidir. İnsan əlbəttə ki, mənəvi dəyərlərin dominantlıq etdiyi mühitdə yetişən fərdlər bir-birinə güvənirlər. Yetişən fərdlər deyirəm. Bir-biri ilə dost olurlar, bir-biri ilə ailə qururlar. Ümumiyyətlə, biz olmağı bacarmayan sosial qruplar dağılır. Biz olmağı. Çünki dəyərlər bizə biz olmağı, biz kimi düşünməyi, biz kimi yaşamağı və biz kimi qalmağı öyrədir. Burada çox razıyam sizinlə. Və komanda əlbəttə ki, işi. Bəli, komanda işi və üstəlik bu mənəvi bir işdir. Mənəvi bir işdir və sən bunu hansısa bir marağa görə eləmirsən. İçdən gələn və izah edə bilmədiyin bir hisslərlə eləyirsən. Məsələn, sevginin kim təsvirini verə bilər? O insan ki, gəlib ona deyirsən ki, qarşı tərəf yaxşı birisi deyil, sən onu niyə sevirsən? Onun gözü bağlıdır. Çünki daxildən sevir. Adam da var ki, onu xarici görünüşünə görə, yaxud onun var-dövlətinə görə sevməyə yox, bağlanmağa başlayır. Seçir. Yəni, ona görə də mənəvi dəyərlər bizə daxilən bağlanmağı öyrədir. Mənəvi bağlar bizə fədakar olmağı öyrədir. Və bu nəyə görə? Çünki mənəvi dəyərlər tərbiyə işi ilə birbaşa əlaqəlidir. Dəyərlər yoxdursa, mənəvi dəyərlər, tərbiyə işinin əsaslanacağı bünövrə yoxdur. Tərbiyə işi yoxdursa, vicdanlı insan yoxdur. Vicdanlı insanlar bir cəmiyyətdə yetişmirsə, vicdanlı həkimlər, vicdanlı məmurlar, vicdanlı müəllimlər yoxdur. Ancaq praqmatik, öz maraqlarını götürən egoist tiplər vardır. Və bunlar heç özündə mənəvi nuru daşıya bilməyən insan başqasını mənəvi cəhətdən yetişdirə bilməz. Əslində, belə bir kütləvi mədəniyyətə gəldik, çıxdıq Aysel xanım. Burada mədəniyyət özü kütlədən asılı olmağa başladı. Nəm sosial şəbəkələşdi, hansı dəyər çox layk qəbul eləyirsə insanlar onu daha çox kultivasiya eləyirlər və bizim şəxsiyyətimiz üçün önəmli olan həqiqi dəyərlər bəzən o qədər populyar olmur. Müşfiqə, biz sizlə verilişdən qabaq danışdıq. Dediniz ki, sizi nə narahat eləyir hal-hazırda? Dedim, mənəviyyat. Bax, niyə bunun tarixi, belə tələsik vaxt qıtlığından tarixi keçid mərhələsi, elmləşməsi, hüquqa çevrilməsindən gəldim. Hamısı gəlir mənəviyyatda dayanır. Amma deyim kimi, çəlişkilidir, yəni müzakirəli məsələdir. Ziddiyyətlidir. Nisbidir. Fəlsəfədə belə bir anlayış var. Nisbi mənəviyyat, mütləq, absolut mənəviyyat. Mütləq mənəviyyatçılar deyirlər ki, mənəvi dəyərlər mütləqdir, dəyişməzdir. Nisbi mənəviyyatçılar deyirlər ki, dəyişə bilir. Siz necə düşünürsünüz? Mən
təməl dəyərlərin dəyişmədiyini düşünürəm. Məsələn, ədalət hissi, sevgi təməl dəyərdir mənə görə. Ləyaqət. Fədakarlıq məsələn. Mən fədakarlıqda biraz müzakirəyə girə bilərəm. Karl Jungla bu barədə razıyam. Sərhədsiz fədakarlığa qarşıyam. Çünki insanı mənən elə bir boşluğa, elə bir uçuruma apara bilər ki, sən özündən o sərhədsiz fədakarlıq, xeyir və şər məsələn. Bəlkə düzgün insan seçmirik və düzgün olmayan insana qarşı bütün fədakar düzgün oluruq insanlara qarşı da evladına belə sərhədsiz fədakarlıq yanlışa o gətirib mənada çıxarır. Ən doğma adam. Çünki sərhədsiz fədakarlıq qarşıdakı insanı egoistləşdirir, ərköyünləşdirir, səni dəyərsizləşdirir, sən ona o qədər əl çatan və fəhlə kimi gəlirsənsə ona, xidmətçi kimi gəlirsən. Yox, fədakarlıq bu mənada o uşağın korluğunu dəstəkləmək demək deyil axı. Adam sizi görmürsə, mən də öz uşağımdan ötürü məsəl üçün gözümün yağını verirəmsə ona, o da bunu görmürsə, bunu durdurmaq lazımdır. Hə. Sərhədsizlik olmasın da demək istəyirəm. Çünki o həqiqətə ziddir. Əslində Yəni tərbiyə də orada girir. Bəli, fədakarlıq bir şəxsin digər şəxsə qarşı özünü unudaraq onun üçün yaşamasıdır. Adətən bu kimlər arasında olur? Özünə doğma bildiyimiz insanlar arasında olur. Məsələn, mən övladıma qarşı fədakar ola bilərəm. Çünki analıq yaxud atalıq hissi intuitivdir. Bəli. Uşağın dünyaya gəlməsi ilə insanda baş verir. Ancaq lap uşaqlığından egosentrik ruhda böyüdülən insanlar bəzən analıqla şəxsi maraqları arasında seçim eləyə bilirlər. Qalırlar, burada ilişib qalar. Amma ümumi götürdükdə analıq intuitiv bir hissdir. Yəni o Allahın insana verdiyi bir şeydir. İnstinktdir. İnstinktdir yəni o və fədakarlıq şuurlu bir proses deyil. İşdən gələrək etdiyin və etdikdən sonra düşündüyün bir haldır. Və bunu hər adam bacarmır. Bunun üçün biz olmağı bacarmaq lazımdır. Əlbəttə, bəli. Həyatın mənasını nədə görürük yəni? Fədakarlıq sevgiyə bağlıdır mənə görə. Məsələn, mən düşünürəm ki, sevdiyim adamlara fədakar ola bilirəm və ölçüdür hətta. Deyirəm, fədakar deyilsə sevmir. Fəda eləmirsə sevmir. Özündən nəsə qurban vermirsə, güzəştə getmirsə, o özü də. Amma hara qədər də psixologiyada, məsələn, aşırı fədakarlıq hissi var, hamıya yarınmaq hissi. O, alt qatda bir problem kimi götürülür. Sevgisizlik sindromu kimi görülür. Sən davamlı yarınmaq istəyirsən, qazanmaq istəyirsən insanları. Və burada deyir ki, Jung deyir, yox deməyi öyrənin. Çünki sən hər şeyi hə dediyin halda qurbana çevrilirsən. Bu sənin öz kimliyini unutmağındır. Sən əslində bunu etmək istəyib istəmədiyini bəzən bilmirsən. Yarınmaq istəyirsən, insanları qazanmaq istəyirsən, xoşa gəlmək istəyirsən, yoxsa həqiqətən sən fədakarlıq etmək istəyirsən. Burada insan öz tarazlığını itirə bilir. Məsələn, siz məndən bir şey istəyə bilərsiniz və ya hətta qızım, evladım, ola bilsin ki, mən onu etmək istəmirəm. Amma onu itirməmək, onu incitməmək hissi, bilirsiniz, orada da bir mənfəət var. Evladımla aram pozulmasın. Mən deyirəm, yaxşı, mama qurban, bunu eləyək. Amma bilirəm ki, bunu eləmək istəmirəm və ya eləmək lazım deyil. Tutaq ki, bilirsiniz, mən orada nə edirəm? Mənfəət güdürəm. Qızımın gözündə yaxşı görünüm. Bəlkə ona siz gələcəkdə analığını istəyir. Dürüst olsaq bu var. Aysel xanım, ola bilməzmi ki, bu həm də övladıma ana necə olmalıdır, bunu mənəvi cəhətdən yaşamaq məqsəd gütsün. Yəni, ana nədir? İstədiyim zaman verən şəxsdir. İstədiyim zaman verməyən şəxslə yəni, qonşunun fərqi olmayacaq da, anadır da, bir analığı da ona hiss eləməlisin. Ata da elədir. Atanı heç, biz indi analar həmişə fədakarlığın rəmzi olublar axı. Məsələn, buz heykəl, Ənvər Məmmədxanlının buz heykəl, bu cür analar. Ana şərtsiz məhəbbət verir, ata şərtli məhəbbət verir. Mən sizdən üzr istəyərək təşəkkür eləmək istəyirəm ilk öncə bu müzakirə üçün. Təəssüf ki, bizə ayrılan vaxt sona çatdı. Çox da maraqlı. İkinci seriya yoxdur. İnşallah eləyərik. Çox məsələləri nəzərdə tutmuşdum ki, müzakirə eləyək, amma bir-iki məsələnin üzərində durduq və bu da məni qane elədi. Təşəkkür edirəm Aysel xanım, Elüsal müəllim. Siz sağ olun, var olun. Gələn görüşlərə qədər. Sağ olun.